sevirəm Türkiyənin kütləvi informasiya vasitələrində çalışanları. Çünki onlarda sual birbaşadır. Və çox istəyərəm ki, bizdə də sual birbaşa olsun. Məsələn, kiməsə sözü adla demək istəyirsənsə, dağları, dərələri aşaraq fırlana gəlməyəsən ki, adın çəksəm görəsən nə olar? Adın çəksəm görəsən kim mənə nə deyəcək? Görəsən mən hansısa problem yaşayaram. Mən çox istəyərəm ki, bax bizdə də belə olsun. Bu həm də dövlətə xidmətdə əslində birbaşa verilən suallar. Bu vətənə xidmətdə birbaşa verilən suallar. Ot bitkilərin balları xarlananda dəndən, ağac bitkilərin balı xarlananda isə bu cür yağ kimi olmalıdır. Bu hal-hazırda sizə göstərdiyimiz bu bal gökə balıdır. Kim də istəsə Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuz olacaq. 051 546 39 39 zəng eləyirsiniz. Bu cür möhtəşəm xarlanmış ballardan sizin üçün də göndərib düz ünvanınıza qədər çatdırırıq.